Salam dəyərli izləyicilərimiz, xoş gördük sizləri yeni videomuzda. Gəlmişik sizlərə yeni bir ev təqdim eləməyə. Hal-hazırda Şıvalanda Mayak adlanan ərazidəyik. Qəşəng bir şəxsi tikili tapmışıq sizin üçün. Gəldik şəxsi tikili sevənlər üçün bu evi təqdim eləməyə. Hal-hazırda həyətindəyik. Qapıdan girişdə pultla açılan, avtomobil saxlaya biləcəyiniz böyük bir yeri var. Daha doğrusu pultla açılan qapısı və avtomobil saxlaya biləcəyiniz yeri var. Və hətta bundan əlavə həm qarşı tərəfdə, həm də evin özünün böyük bir qarajı var. Haradasa bir avtomobil deyərdim sığar. Balaca varsa bir dənə də balaca. İndi isə gedək. Həyətimiz 9 sotdur. Gedək gəzəyə görə həyətdə başqa nələr var. Qəşəng güllü çiçəkli bir həyətdir, xoşuma gəldi. Burada girişdən sol tərəfdə ağaclar, yaşıllıqdır, güllər, çiçəklər qoyulub. Keçək digər tərəfə. Burada da gördüyünüz kimi uzunluğu 14, eni isə 6 metr olan böyük bir, dərinliyi 1,60 olan bir hovuzumuz yerləşir. Hovuzun qarşı tərəfində də lejankalar qoyulub, yay aylarında qəşəng buranı bəziyirsiniz, yelləncək falan hər bir şey qoyursunuz. Burada da gördüyünüz kimi manqalı yerləşir, manqalın yanında da şkaflar var, burada kombi var, onu da göstərək. Alt hissədə də lazımsız əşyalarınızı yığa bilərsiniz. İndi isə keçək, burada 65 kvadratlıq böyük bir yay və qış mətbəxi yerləşir, cam balkonlu. Burada deməli, isidiciləri, radiatorlardır qoyulub. Mətbəx mebeli, bütün əşyalar, lazım ola biləcək hər bir şey qoyulub. Giryaşa vəziyyətdədir. Və bu arada avadanlıqlar hamısı yenidir. Heç bir istifadə olunmuyub. Qaz plitəsi, sobası, soyuducusu, hər bir şeyi, hamısı təptəzədir. Stol, stul. Və bu arada burada da qəşəng bir oturacaq qoyulub. Və bunlar çox bahalı bir ağac növündən də hal-hazırda xatırlamıram, amma yəni olduqca da ağır və keyfiyyətlidir. Gördüyünüz kimi kondisioner də qoyulub. İndi isə keçək. Həyəti dövr eləyək, görək arxa tərəfdə nələr var. Burada hovuzun filtr sistemi. Nə qəşəng yaşıl ağaclar qoyulub burada. Bu arada bu hissəni bağlayıblar ki, digər tərəfdən görülməsin həyət. Həyəti dövr eləmək olmurmuş. Burada amma bir qapı var və bağlıdır. Qaraja girilmiş bu qapı. Keçək. Bu arada həyətin suvarma sistemi müasir suvarma sistemidir. Burada da deməli bura mətbəxə girişdir. İndi evin içinə girəndə oradan göstərəcəm açıb, əgər təbii ki qapılar açıqdırsa. Gəldik yenidən evin ön hissəsinə. Bu arada qeyd etmək istəyirəm ki, ev 2 mərtəbəli, tam olaraq monolit bir tikilidir. Yəni şəxsi yaşayış üçün tikilib, amma yəni demək olar ki, yaşayış olmayıb. Hər bir şey təptəzə yenidir. Burada da gördüyünüz kimi bir terası var. Terasda oturursunuz, rahatlıqla yelləncəyi, stol, stulu, hər bir şey qoyulub. İndi isə keçək, evin içi ilə tanış olaq. Bu arada evin ümumi sahəsi 400 kvadratdır. Hal-hazırda girdik. Sol tərəfdə böyük bir güzgülü şkafıdır, paltarlarınızı yığmaq üçün. Və həmçinin də sol tərəfdə böyük bir qonaq otağı yerləşir, belə işıqlı, qəşəng. Amma ürək açandır, çünki hər tərəfdən pəncərələri var, həm terasa çıxışı var, həm hovuza çıxışı var və burada da mətbəxi yerləşir. Mətbəxlə demək olar ki, ayrılmış kimi bir şeydir, amma bərabərdir həm də. Buradan da həmçinin hovuza çıxışı var. Təbii ki, istəsəniz əgər gələcəkdə buranı bağlaya bilirsiniz, çünki həm də buradan da koridora çıxışı var. Gəlin göstərək buranı. Gəlin. Buradan da qapıdan çıxış var. Həmçinin onu da qeyd edək ki, mətbəx mebelindən əlavə burada yenidən həyətdə qeyd etdiyim kimi burada da soyuducu Bosch firmasının sobası, qəşəng də fırını, hər
bir şey var. Qaz plitəsi, hamısı Bosch firmasında bu arada. Çox qəşəng. Heç biri də istifadə olunmayıb. Burada isə minicik, lazımsız əşyalarını yığa biləcəyi belə bir yer düzəldilib pilləkənin altında. Ən yaxşı şeydir də bu lazımsız əşyalar üçün. Şkafların çox olması. Bu qədər əl tutur ki. İndi isə keçək qapıdan girişdə sağ tərəfdə bir yataq otağı var. Yəni birinci mərtəbənin yataq otağının olmasının necə avantajlı olduğunu biz artıq bilirik. Təbii ki, evdə yaşlı insanlar varsa. Burada da özünün sanitar qovşağı da var hətta. Soyuducusu var. Soyuducu nə idi? Kondisioneri var. Soyuducu. Və gördüyünüz kimi burada da isitmə sistemi radiatorlarlandır. Amma yerdə çöplü poldur. Burada evin ümumi sanitar qovşağı yerləşir, yəni birinci mərtəbəmizin. Qapıları yağlamaq lazımdır amma. İndi keçək, burada digər yataq otağı var. Birinci mərtəbədə demək 2 yataq otağı, 3 sanitar qovşağı var. Çox avantajlıdır, yəni hər yataq otağının özünün sanitar qovşağının olması. Burada növbəti sanitar qovşağı, bütün aksesuarları hazır vəziyyətdədir. Bir dənə şəxsi əşyalarınızı və mebellərinizi götürürsünüz, gəlirsiniz. Hətta mebellərin demək olar ki, yarısı var. Mətbəx mebelləri hamısı qoyulub. İndi isə qalxaq ikinci mərtəbəyə görə. İkinci mərtəbədə neçə yataq otağı var və başqa nələr var hətta. Hal-hazırda qalxdıq ikinci mərtəbəyə. Gördüyüm qədərilə İkinci mərtəbədə 4 yataq otağı var. Mən də sizlə bərabər bu arada evi gəzirəm. Aşağıda da 2 yataq otağı var. Yəni ümumilikdə evdə 6 yataq otağı var. Yəni böyük ailələr üçün olduqca qəşəng bir seçim ola bilər. Deməli, istəyirəm buradan başlayaq. Bura yataq otağıdır əslində. Amma təbii ki, istəyə görə dəyişə bilər. Buranı hal-hazırda ev sahibi iş otağı kimi istifadə eləyir. Evin yəni hovuz tərəfinə baxır bu yataq otağı və əşyalıdır. Keçək. Burada qəşəng böyük bir yataq otağı var. Bəyəndim bu yataq otağını. Deməli, başlayaq buradan. Özünün böyük bir sanitar qovşağı var. Yəni hamam otağı, mebelləri də var. Qəşəng burada yataq mebeli. Mən niyə bunu soyuducu deyə tutturmuşam, bilmirəm. Deyəsəm, açılmır. Yox, aça bilmədim. Bura gördüyünüz kimi qarşı tərəfə baxan eyvanı. Buradan da hovuz mənzərəsi var, amma qəşəng işıqlı bir evdir. Burada da böyük bir dolab otağı var. Televizorlar nədir, belə qoyublar yerə. Götürüm gedim bunu mən. Burada da qəşəng bir dolab otağı. Keçək, görək digər 2 yataq otağı necədir. Taylanddan sonra fillər o qədər xoşuma gəldi. Əvvəldə xoşuma gəlirdi. Sonra vəbşi xoşuma gəlir. Burada uşaq otağıdır, dəyərli izləyicilərimiz. Həmçinin buranın da mebelləri var. Təbii ki, istəsəniz, yəni mebelləri dəyişə bilərsiniz. Burada da ikinci mərtəbənin ümumi sanitar qovşağı yerləşir. Havalandırmanın səsi. Burada da sonuncu, yəni 4-cü yataq otağıdır ikinci mərtəbənin. Belə mən bəyəndim, qəşəng bir evdir. Xoşuma gəldi. Bu da uşaqlar üçündür deyəsən, oynamaq üçün. Keçək həyətdə sağollaşaq. Belə gəldik bu videomuzun daha sonuna dəyərli izləyicilərimiz. Sağollaşmamışdan əvvəl istəyirəm bir daha qeyd edim ki, başdan izləməyənlər üçün qeyd etmək istəyirəm ki, evimiz Şüvalanda Mayakda yerləşir. 9 sotun içində inşa edilib, ümumi sayısı 400 kvadratlı, 2 mərtəbəli monolit bir şəxsi tikili təqdim elədik bu videomuzda sizlərə. Qazı, suyu, işığı daimidir, sənədləri də qaydasındadır. Qiyməti isə start olaraq 630 min manatdır. Təbii ki, real alıcılarımıza endirim edəcəyik hər zaman dediyim kimi. Bu arada bizi izləyin, kanalımıza abunə olun dəyərli izləyicilər. Orada like düyməsi var. Like eləyin bizləri, çünki sizin like'larınız, kommentləriniz bizim üçün çox önəmlidir. Bizi izləyin, yenidən dediyim kimi kanalımıza abunə olun. Sağ olun.